Dostlar, gəlin 16-cı suala baxaq. Ədədi 7-yə böldükdə qalıqda R alınır. R-in mümkün qiymətlərinin cəmini tapın. Yadınızda saxlayın. Hansı ədəd ki verir, o deyir, o ədədi məsəl üçün 7-yə bölünəndə qalıqda bu alınır məsələn. Həmişə qalıqlar istəyəndə 7-dən kiçik bütün ədədlər götürülür. Yəni 1-dən başlayırıq ta 6 da daxil olmaqla bütün ədədlər götürülür. 7 götürülmür. Niyə? Çünki məsələn bir nümunə yoxlayaq. Niyə yəni 7 götürülmür? Məsələn 14 bölünsün 2. 14-ü 2-yə bölündə düşür 7. Qalıq düşmür axı. Qalıq düşür onda 0. Məhz buna görə qalıq həmişə böləndən kiçik olmalıdır. Yəni 2-dirsə, məsələn bura olmalıdır 0, 1, 2 ola bilməz. Məsələn bura olsaydı 7, bura olsaydı 2, onda 14-ü 7-yə böləndə 2 düşür axı. Qalıq burada o alınır 0. Məsəl üçün 15 olsaydı qalıq düşəcəkdi burada 1. 16 olsaydı qalıq düşəcəkdi 2. Yəni bu qayda hesablandığına görə qalıq həmişə böləndən kiçik olur. Yəni 7-dən kiçik. Burada da ədədi 7-yə böləndə qalıqda R alınır. Yəni 7-dən kiçik bütün ədədləri götürmək lazımdır. Yəni 1-dən 6-ya qədər olan bütün ədədlərin cəmi. Bu ədədlərin hamısının da cəmi eləyir 21.